Azərbaycan dünyanın ən qədim və təkrarsız abidələr diyarıdır. Atəşgah məbədi Azərbaycan ərazisindəki Abşeron yarımarasında Bakı şəhərində Suraxanı rayonundakı Suraxanı kəndi yaxınlığında yerləşən müxtəlif dövrlərdə Zərdüştilər, Hinduistlər və Ziklər tərəfindən ibadətgah kimi istifadə edilmiş Alov məbədidir. 17-18-ci əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilmiş məbədin adı Alov evi və ya Alov yeri anlamı verir. 17-18-ci əsrlərdə inşa edilmiş bu məbəd 24 hücrə və mərkəzi səcdəgahdan ibarətdir. Məbədin ən erkən tikilişi təqribən eramızın 1713-cü ilinə aid edilir. Azərbaycan prezidentinin sərəncamına əsasən kompleks ətrafında açıq səma altında muzey yaradılmış, kompleks dövlət tarix memarlıq qoruq elan edilmişdir. 1998-ci ildə Atəşgah UNESCO Ümumdünya İrsi siyahısına salınmaq üçün namizəd siyahısına daxil edilmişdir.